Çinlə Azərbaycan arasında əldə olunan razılaşmalar, imzalanan sənədlər olduqca vacibdir. İki ölkə arasında tərəfdaşlıq həm iqtisadi, həm siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Hesab olunur ki, Azərbaycan bu iqtisadi əməkdaşlıqdan böyük fayda götürəcək. Coğrafi mövqe, infrastruktur və iqtisadi imkanlar buna imkan verir. Bakı Beynəlxalq Ticarət Limanının yük aşırma gücü 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində layihə icra olunur. O cümlədən keçən ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən ərazisində 100 milyon dollardan çox investisiya yatırmaqla bu yolun yük keçirmə gücünü biz 1 milyon tondan 5 milyon tona artırılmaqla bağlı layihə icra edirik. Yəni bütün bu məsələlər onu deməmizə imkan verir ki, bugünkü qlobal dünyada ölkələr arası münasibətlərin qırılmağa doğru getdiyi, iqtisadi əlaqələrin davam etdirilməsində çətinliklərin yarandığı bir qlobal siyasi vəziyyətdə Azərbaycanla Çin arasındakı əlaqələrin dərinləşməsi həm Azərbaycana, həm də Çinə, yəni Çinlə Avropa arasında əlaqələrin davam etdirilməsinə yeni töhfələr verir. 2024-cü ildə orta dəhliz vasitəsilə Azərbaycan üzərindən daşınan Çin təyinatlı yüklərin 86% artaraq 378 min tona çatması da bir daha orta dəhlizin əhəmiyyətini göstərir. Azərbaycan Çinin təqdim etdiyi və 150-dən çox ölkəni birləşdirən kəmər və yol layihəsinin fəal, aktiv iştirakçısıdır və bu layihəyə ən çox sərmayə qoyan ikinci investordur. Bu baxımdan bizim orta dəhliz Çindən Mərkəzi Asiya, Mərkəzi Asiyadan Xəzər dənizə, Transxəzər logistik dəhliz, tranzit dəhlizi vasitəsilə Azərbaycana və Azərbaycan üzərindən isə Avropaya qədər uzanır. Bu orta dəhlizin əhəmiyyəti günü-gündən artmaqdadır. Xüsusilə vurğulamaq istəyirəm ki, Çindən Azərbaycan üzərindən daşınan yüklərin müddəti 12 günə qədər aşağı düşmüşdür. O cümlədən Avropaya isə bir aydan çox çəkən bir marşrutun yük mənzil başına çatma müddəti 18 günə qədər enmişdir. Bu bir daha ölkəmizin ərsə gətirdiyi orta dəhlizin nə qədər əhəmiyyətli olduğunu göstərir. Ötən il 2023-cü ilə nisbətən iki ölkə arasında ticarət dövriyyəsi 28% artaraq 3,7 milyard dolları keçib. Çin Azərbaycanın xarici tərəfdaşları arasında 4-cü yerdədir. Fərqli qida məhsulları Çində bugünə kimi ixrac olunmayan məhsulların da icazəsi alınma prosesindədir. Biz düşünürük ki, burada həm meyvə, tərəvəz, həm ət məhsulları, eyni zamanda fındıq məhsullarına alınan icazələr dediyim kimi artıq prosesdədir və biz düşünürük ki, bunlar bu icazələrin alınmasından sonra əhəmiyyətli dərəcədə Azərbaycandan Çinə qeyri-neft və qaz ixracı artacaq. Qeyd edək ki, Azproma Çin şirkətləri ilə bir sıra investisiya layihələrinin həyata keçirilməsi üzrə anlaşma memorandumları imzalayıb. Burada həm traktor istehsalı, burada yüksək texnologiyalar, kompüter istehsalı, burada eyni zamanda Azərbaycanda alüminium istehsalının genişləndirilməsi ilə bağlı investisiyanın yatırılması, karton istehsalı, bu proses və digər sahələrə aid sənədlər imzalandı və artıq bəzi sənədlər üzrə, bəzi investisiya layihələri üzrə işlər başlanılıb, investorlar üçün torpaqlar ayrılıb, artıq müqavilələr imzalanıb və layihələr baxılır. Biz dediyim kimi, bütün bu imzalanan sənədlərin ümumi dəyəri 300 milyon ABŞ dollarından artıq idi.